Təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur. Səma gəmilərinin qəzaya uğramaq ehtimalı digər nəqliyyat vasitələrindən qat-qat aşağıdır. Buna görə ölüm halları da digər nəqliyyat vasitələrinə nisbətən təyyarələrdə daha az baş verir. Ancaq digər nəqliyyat vasitələrindən fərqli olaraq təyyarələrdə kiçik səhvlər və problemlər faciəyə gətirib çıxarır. Bu gün həmin faciələrdən bir neçə saniyə əvvəl baş verənləri, qara qutu qeydlərini təqdim edəcəm. Kanala abunə deyilsinizsə, elə indi videonun aşağısındakı abunə ol düyməsinə klik edin. Mövzu maraqlı oldusa, videonu bəyənin və dostlarınızla paylaşın. Hazırsınızsa, başlayaq. Təyyarə qəzalarından öncə yaşananlar, qara qutu qeydləri. 1985-ci ildə Yaponiya hava yollarına məxsus Boeing 747 təyyarəsi havaya qalxdıqdan 12 dəqiqə sonra quyruq hissəsində partlayış baş verdi. Təzyiqə davam gətirmədiyi üçün quyruğu qopan təyyarəni idarə etmək təbii ki, mümkün deyildi. Pilotlar nə qədər səy göstərsələr də təyyarəni cəmi 20 dəqiqə havada saxlaya bildilər. Dağa çırpılan təyyarə 520 nəfərin ölümünə səbəb oldu. 8 yaşlı qız və anası ilə birlikdə 4 nəfər qəzadan sağ çıxsa da, bu bəşər tarixinin ən dəhşətli təyyarə qəzalarındandır. Faciədən bir neçə saniyə öncə kokpitdə yaşananları birlikdə dinləyək. Bu qəza bəşər tarixinin həm də ən təsirli faciələrindən idi. Qəza vəziyyətində havada qaldığı müddətdə sərnişinlərin bəziləri doğmalarına məktublar yazdılar. Hətta sonradan bir nəfərin 7 səhifəlik məktubu tapıldı. İndoneziyanın Adam Air hava yollarına məxsus Boeing 737 təyyarəsi Sulawesi yaxınlığında qəzaya uğradı. Faciə 102 nəfərin həyatına son qoydu. Sonradan qəzaya səbəb kimi pilotların səhlənkarlığı göstərildi. Qəzadan öncə də pilotların danışıqlarından belə başa düşmək olar ki, naviqasiya sistemindəki problem pilotları çaşdırıb. Jangan dibelok ini. Kita ada begini. Captain. Harus siap. Ya. Allahu Akbar. İlin 10 aprel tarixində Polşa prezidenti Lech Kaczynskinin də olduğu Polşa hava yollarına məxsus Tu-154 markalı təyyarə Smolensk yaxınlığında qəzaya uğradı. Hadisə nəticəsində Polşa prezidenti ilə yanaşı bir sıra rəsmi şəxslər həyatını itirdi. Terrain ahead. Pull up. Terrain ahead. Pull up. Very rough target. Control высоты very rough. 1982-ci ilin 13 yanvar tarixində Air Florida şirkətinə məxsus Boeing 737 markalı təyyarə Vaşinqton ştatında qəzaya uğradı. 78 nəfərin öldüyü qəzadan 5 nəfər xilas oldu.
1988-ci ilin 31 avqustunda isə başqa bir faciə yaşandı. Bu dəfə Delta Airlines-a məxsus Boeing 727 təyyarəsi Texas ştatında qəzaya uğradı. NBC radiosunun əməkdaşı olan Jane Dornaker həmişə olduğu kimi canlı bağlantı ilə yollarda nəqliyyatın intensivliyi barədə məlumat verirdi. İş prosesində 2 dəfə qəzaya uğrayan Jane sonuncu faciədən xilas ola bilmədi. 23 metr hündürlükdən Hudson çayına düşən helikopter Jane'in həyatına son qoydu. Bu hadisədən sonra New Yorkun bütün radio stansiyaları helikopterlərdən istifadəni dayandırdı. Qəzadan öncə Jane'in son sözləri isə belə idi. Fire at Hudson and Canal Street. It has been cleared about heading to New Jersey. The outbound Lincoln Tunnel looks a lot better for you in New Jersey. Get the water! Get the water! Get the water! Okay, we're going to play some music here, I think. Find out what's going on with the helicopter. Amerika Birləşmiş Ştatlarında başqa bir qəza. 1989-cu ilin 19 iyul tarixində United Airlines-ın McDonnell Douglas DS-10 markalı təyyarəsi Iowa ştatında qəzaya uğradı. Faciə 111 nəfərin ölümü ilə nəticələndi. Sonda əlavə olaraq 2013-cü ildə Əfqanistanda Bagram hava limanından havalandıqdan bir qədər sonra qəzaya uğrayan Boeing 747 markalı kargo təyyarəsinin faciəsini izləyək. Hadisə 7 ekipaj üzvünün həyatına son qoydu.